Dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bugün xəstəxanada aldığı ağır kəllə beyin travmasından dünyasını dəyişib. Qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib. Elgün İbrahimov bir ay sonra keçiriləcək son zəng tədbirinə hazırlaşırmış. Bildirilib ki, məktəbli şəhərin Xəlilov küçəsində dalaş zamanı başından xəsarət alıb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür. Bakının Xəzər rayonunda avtomobili yandırılıb. Avtomobilə od vuran onun öz sahibi olub. Belə ki, avtomobili yandıran şəxs onu almaq üçün 7000 manat pul verdiyini, qalan borcu ödəyə bilmədiyini əsas gətirib. Həmin şəxs Fiat markalı avtomobilə benzin tökərək ona od vurub. Nəticədə avtomobil tamamilə yanıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub. Əməli törətməkdə şübhəli bilinən Murad Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı Fiat Doblo markalı avtomobilin sahibinə borclu qaldığı 1000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər rayon polis idarəsinin 1-ci polis şöbəsində araşdırmalar davam etdirilir deyə Elbrus İbrahimov bildirib. Qeyd edək ki, Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır.